Qızıl Qaz filmində bir epizod var. Çox maraqlı epizoddur. Bir kənd sanki yoludur və orada siz at arabasında gedirsiniz. İstədiyimi İsmail üçün alıb, amma qaldı ki, məcbur eləməyi. Elə şey olmuyor. Mən burada yox idim, Yakov dayı. Bəs atam haradaydı? Buradaydı. O ki sənə yazmışdı. Yazmışdı. Bəs onda nə istəyirdin? Adam kimi yaşamaq istəyirdim, Yakov dayı. Yəni olmaz? Ay o, sənin deməyindən belə çıxır ki, biz burada papağı günə yandırırıq. Vallahi billah. Adam sənə baxanda həm yazığı gəlir, həm də... Yakov dayı, sənin sədrə yazığın gəlsin. Axı o kimdir? Allahın bacısı oğludur. Niyə mənim ürəyimin istəyinə qarışır? Ay oğul, sən 100 ildə yaşasan, yenə sədr qədər işləyə bilməyəcəksən. Onu bil. Ne üçün öz günahını başqalarının boynuna yıxmaq istəyirsən? Bəs məhəbbət? Nə məhəbbət? Nə bilim, deyirlər məhəbbət olmayan yerdən Allah da bezardı bəndədir. Yoxsa, sən elə buna görə qayıdıb gəlmişsən. Sən məni düz başa düşmədin. Sınıq kuzə su götürməz. Atam evi çoxdan atıb. Hə, necə bilirsən? Sənin istəkliyini başqasına vermək yoxuna xoş gələrlər. Şəfiqənin toyundan sonra çıxıb getdi. İndi o tayda pivə satır. Pivə satır? Hə. Yanınızda bu tərəfdən Həsən Məmmədov, İvan Rıjov. İvan Rıjov. İvan Rıjov da bütün Sovet filmlərində biz onu görürük. Bəli, bəli. Maraqlı bir tipaj idi. Və bizim filmlərimizin əksəriyyətində də var. O cümlədən onu mən xatırlayıram, Qaraqulaq Ağbün filmində də onun rolu var, çox maraqlı rolu var. Amma bizim filmlərimizin əksəriyyətində mən görmüşəm. Necə idi onunla ünsiyyətdə olmaq, ümumiyyətlə o səhnədə Həsən Məmmədov, üçünüzün o bir kadrda getmək at arabasının yanında? İndi desəm, güləcəksən. Demək, o at arabasını elə sürmək lazım idi ki, onlar arxamca gələ bilsinlər, qaçmasınlar. Eyni məsafədə? Bəli, aramla. Mən nə ata vurdum, qamçını, at çapdı, getdi. Bir də gördüm, kimsə qışqırır. Allah, mən də xoşlamıram ailə şey. Nəsə elə o vaxtdan eləyəm. Demək, qışqırır, gəlir üstümə, mən də arabada deyirəm, görən nə olub. Adam kimi sürə bilmirsən, görmürsən dalınca gəlmir, gələ bilmirlər. Yavaş sür də, bu necə at sürmə? Əvvəldən desəydi, kim Tofiq Tağzadə? Kim olacaq? Hərdən bir Tofiq müəllimin, Allah rəhmət eləsin, bir xasiyyəti vardı. Vəziyyəti başa salmaq üçün çıtma ilə başa salırdı, ritmlə. Deyirdi, bax bu ritmdə, bu vəziyyət bu ritmdədir. Yəni belə. Allah rəhmət eləsin. Amma siz onu məşq eləmişdiniz atla bir neçə dəfə? Yox, elə mindim, dediniz yavaş-yavaş sür zat. Bu da at getdi də, mən birinci dəfə arabada oturmuşam. Mən ağlamadım. 2 saat gözləyiblər mənim ağlamağımın dayanmağını. Dedim, özümüz günahkarsız, ağlatmayıydınız. Ağlayıram, özümü öldürürəm ki, bu niyə qışqırdı üstümə, niyə belə oldu, niyə elə oldu. Özü sizin ilk rollarınızdan? Bəli, Qızıl Qaz, bəli, Qızıl Qaz, Validar rolu. O rola baxıb, Həsən müəllim məni Nəsimiyə dəvət elədi. Məhz o rola baxıb. O filmə baxıb. Bəs orada ağlayanda, o İvan Rıjov, Həsən Məmmədov, ona gəlib təsəlli verirlər? Ümumiyyətlə, ruslarla çox asandır işləmək. Çox asandır. Bilsən, nə qədər açıqdılar onlar. Mən birini qoyub, birini danışmaq istəyirəm, o bir məqama toxunum. Demək, mən aktrisa haqqında, yəni formalaşmış bir fikrim vardı, aktyorlar, aktrisalar. Öz cəmiyyəmizə baxa-baxa görürdüm ki, nədir, nə deyir də. Mən getdim festivala 76-cı ildə. Orada kino evində film təqdimatı idi. Biz oturmuşduq və Bandarçukun qızı filan. Natalya Bandarçuk. Bəli, və bir neçə aktyorlar zatlar. Gördüm, gəldilər, oturdular. Mən elə tanıb baxdım, bu Natalya Bandarçuk. Nə qədər sadədirlər. Nə kosmetika var üzündə, nə heç nə yoxdur. Nə deyim, geyimi belə geyinib gəlib, nə ayrıb, neyinib, heç bir şey yoxdur. Cömin var idi, kino tənqidçisi. Getdik kitab almağa, kino tənqidçisi Cöminin kino tənqid, o kitab məndə durur.
Mən onu götürdüm. Kino tənqidçisi vardı, məşhur rus kino tənqidçisi. O da istədi götürsün. Dedi, mən də istəyirəm. Mən götürdüm ki, mənimdir. Vermədim ona. O qədər sadədirlər. Mən onda dərk elədim. Bəlkə də indiki sadəliyim ondan irəli gəlir. Budur. Bəli. Budur. Sənət budur. Sənətkar budur. Bildiniz? Bəli. Hər şey olduğu kimi. Qızıl Qaz filmində Hə. başqa hansı xatirələriniz var, maraqlı? Bu təbii ki, ən yadda qalan xatirədir ki, siz orada 2 saat Hə, ağladınız. 2 saat ağladım da. 2 saatdan heç nə. Kinodan qıraqda xatirələrim var. Qalırdıq. Bizim Mahmudov adında bir administratorumuz vardı. Yaman bizə qulluq eləyirdi. Yaman yeməklər hazır, köftə, bozbaş filan belə bizi yedizdirirdi. Çox yaxşı təşkilatçı idi. O çox yaxşı yadımdadır. Sonra yadımda olan odur ki, səhərəcən yata bilmirdik. Lənkəran, təsəvvür eləyirsən, setka yox, bir şey yox. Bu boyda ağcı qanadlar bizi səhərəcən qoymurdu. Demək, üstümü belə örtürdüm, dişləməsin. Leyla Şıxlinskaya nətər dişləmişdisə, üzü belə burnu şişmişdi, çəkiliş atmen oldu. Vay. Hə, çəkə bilmədik. O gün var belə hadisələr. Xırda, çünki mənim orada baş rol deyildi axı, ikinci dərəcəli rol idi, amma səbəbkar oldu. Səbəbkar oldu ki, mən Nəsimiyə dəvət aldım. Bəli, və bundan sonra Nəsimi filmi. Bəli. Təbii ki, Nəsimi filmi. Nəsimi filminə də Rasim Ocaqov baxmışdı. Demişdi, kakaya девочка, tütək səsinə birbaşa çağırdı. Ssenarını verdi mənə ki, səni çəkəcəm. Zəncirvari bir-birinə bağlı olur. Bəli. Oradan ora, Allahın oradan işi. Bəli. Tanrı işi. Bəli. Mən çox şanslı özümü hesab edirəm. Deməyə utanıram, amma son vaxtlar hamı dediyi üçün qoy mən də deyim. Demək lazımdır. Bəs siz deməsə kim deyəcək? Bax, həm birinci filminə görün hansı aktyorlarla, Turabov, Şahmar Ələkbərov, o da var idi orada, Turabov var idi, Rus aktyorları var idi. İstər o şeydə, Bakıya küləklər əsirdə filmində, istər bu filmdə, sonra Nəsimi filmində. Görün kimlər var idi, kimlərlə çəkildim. Həsən Seyidbəli, mənim üçün rol yazdı ya bu kişi. Sizin mənəvi atanız hesab olunur? Hə, sayılır. Ancaq onda mən başa düşmürdüm. Sonradan. İllər sonra, artıq yaş da biraz. Bir dəfə kinostudiyadan gedirəm evə. Şeyə düşəcəyəm, Astanovkaya. Ondan sonra oradan avtobusa minib gələcəm Gəncliyə. Gənclikdən metroya minib gələcəm 8 kilometrə. Dedim, bir də gördüm maşın siqnal edir. Mən düşürəm kinostudiyadan. Mən də baxan deyiləm axı, baxmıram. Mən fikirləşdim, bəlkə dəhlidir kimsə öz üçün siqnal verir də. Gedirəm. Bir də gördüm ki, Xalidə. Dedim, bismillah. Baxdım, gördüm Həsən müəllim. İsa Hüseynov, Həsən Seyidbəli. Gəl bura. Deyirəm, yox, mən gedirəm. Gəl bura. Boş məcbur oldum, oturdurdular mənim maşına. İndi Həsən müəllim şoförə deyir. Dedim sənə siqnal vermə, o baxmayacaq. Bax, belə. Nəsimidən sonra olub? Nəsimidən. Həmən ərəfədə olub.